Vergi məcəlləsinə edilən dəyişikliklərə əsasən sabahdan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni vaxtda bu mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin və eləcə də qiymətin azalmasına səbəb ola bilər. Yeni Sabah məlumat verir ki, bu fikirləri iqtisadçı deputat Vüqar Bayramov qeyd edib. O deyib ki, artıq sabahdan teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sayəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən əlavə dəyər vergisinin 50% ƏDV kaşbek geri qaytarılacaq. Yəni mədəniyyət xidmətləri üzrə də keşbek tətbiq ediləcək. Deputat əlavə edib ki, digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam mənfəət gəlir vergisindən 90% azad olma verilməsidir. Eyni vaxtda mənfəət gəlir vergisi üzrə güzəştin həcmi artırılaraq 5% güzəşt 90%-ə qaldırıldı. Mövcud qanunvericiliyi ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri də əlavə olunub.